Herkese salam. Bugünkü mövzumuz Dünya okeanı və onun hissələridir. Ümumiyyətlə, Dünya okeanı vahiddir, yəni o bir-birindən ayrılmır. Sadəcə materiklər vasitəsilə Dünya okeanı müxtəlif okeanlara bölünür. Hidrosferin əsas hissəsini Dünya okeanı təşkil edir və ümumilikdə yer səthinin 4/3 hissəsini okeanlar örtür. Və 4 okeanımız var. Bunlar Sakit okean, Atlantik okeanı, Hind okeanı və Şimal Buzlu okeanıdır. Sakit okean ən böyük okeandır. Sahəsi təxmini 180 milyon kvadrat kilometrdir və dünyanın ən dərin çökəkliyi Mariana çökəkliyi Sakit okeanda yerləşir. Həm də Sakit okeanın ən dərin hissəsi hesab olunur. Dərinliyi isə 11.022 metrdir. Və Sakit okean 4 yarımkürədə yerləşir və ən isti okean hesab olunur. Çünki ərazisinin çox hissəsi tropiklər arasında yerləşir. 5 materiklə əhatə olunub. Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antarktida. Sahəsinə görə ikinci ən böyük okean Atlantik okeanıdır və Atlantik okeanının ən dərin yeri Puerto Rico çökəkliyidir. Əhatə etdiyi materiklər Avrasiya, Afrika, Şimali Amerika, Cənubi Amerika və Antarktidadır. Atlantik okeanı şimaldan cənuba doğru meridional istiqamətdə ensiz şəkildə uzanır. Buna görə də üzərinə yağıntılar az düşür və nəticə olaraq da ən duzlu okean sayılır. Atlantik okeanında 4 yarımkürədə yerləşir. Sahəsinə görə 3-cü okean Hind okeanıdır. Onun sahəsi 75-76 milyon kvadrat kilometrdir. Ən dərin hissəsi zond çökəkliyidir. Dərinliyi 7729 metrdir. Əhatə etdiyi materiklər Avrasiya, Afrika, Avstraliya və Antarktidadır. Onu da qeyd edeyim ki, həm də Okeaniya ilə sərhəddir və ekvator xətti kəsdiyinə görə 3 yarımkürədə yerləşir. Ekvatordan cənubda qalan hissəsi daha böyükdür. Sahəsinə görə ən kiçik okean isə Şimal Buzlu okeanıdır. Dediyimiz kimi ən kiçik, ən soyuq və ən dayaz okeandır. Həm də şelfin ən çox sahə tutduğu okean da Şimal Buzlu okeanıdır. Qütbdə yerləşdiyi üçün bütün meridianlar burada kəsişir və buna görə də bütün coğrafi uzunluqlarda və saat qurşaqlarında yerləşir. Amma 3 yarımkürədə yerləşir. Şimal, qərb və şərq yarımkürələrində və onu da qeyd edeyim ki, okeanın, yəni Şimal Buzlu okeanının 1/3 hissəsini şef zonası əhatə edir. Ən dərin nöqtəsi isə Qrenlandiya dənizindədir. Dərinliyi 5527 metrdir. Bundan başqa okeanın yatağında Hekkel, Mendeleyev və Lomonosov dağları yerləşir. Şimal Buzlu okeanının sahilləri çox girintili, çıxıntılıdır. Yəni dənizlər, körfəzlər, yarımada və adalar daha çoxdur. Ümumiyyətlə okeanlar müxtəlif hissələrdən ibarətdir. Məsələn, dəniz, körfəz, ada, yarımada, boğaz və s. İlk olaraq başlayaq dənizlərdən. Dəniz nədir? Dəniz okeanın bir hissəsi olub və təbii sərhədlər vasitəsilə okeandan ayrılır. Bu sərhədlər ada, yarımada və sualtı dağlar ola bilər. Yəni dəniz, sualtı dağlar, ada və yarımadalar vasitəsilə okeandan ayrılan su hissəsinə deyilir. Və dənizlər coğrafi mövqeyinə görə 3 qrupa ayrılır. Daxili dənizlər, kənar dənizlər və adalar arası dənizlər. Daxili dənizlər aid olduğu okeanla ensiz su sahəsi, yəni boğaz vasitəsilə əlaqəli olur. Kənar dənizlər okeandan adalar vasitəsilə və yaxud da sıra dağlar, okeandakı sıra dağlar vasitəsilə ayrılır. Adalar arası dənizlər isə materik sahillərindən kənarda adaların arasında yerləşir. Sakit okeanında yerləşən dənizlər: Bering dənizi kənar dənizdir, Oxot dənizi kənar dənizdir. Yapon, Sarı, Şərqi Çin dənizi kənar dənizlərdir. Daha sonra Filippin, Cənubi Çin dənizləri də kənar dənizlərdir. Sulawesi, Yava, Banda, bu dənizlər adalar arası dənizlərdir. Və biraz da cənuba doğru gəldikcə Mərcan dənizi və Tasman dənizləri. Bunlar da kənar dənizlərdir. Bu hissədə isə Solomon dənizi var. Bu isə adalar arası dənizdir. Onu da qeyd edeyim ki, Bering dənizi 3 yarımkürədə yerləşir. Çünki 180 dərəcəlik
uzunluq Bering dənizini kəsir. Daha sonra Atlantik okeanı, həmçində Avropaya aid olan dənizləri qeyd edək. Şimali Avropada Şimal dənizi, kənar dənizi, daha sonra bu hissədə Baltik dənizi, daxili dənizdir. Burada İrlandiya dənizi yerləşir. Adalar arası dənizdir. Daha sonra gəlirik Cənubi Avropaya. Burada Aralıq dənizi. Bunlar hər biri daxili dənizlərdir. Aralıq dənizi, daha sonra Tirren dənizi, İon dənizi, Egey, Qara, Azov və Mərmərə dənizləri daxili dənizlərdir. Son olaraq onu da qeyd edeyim ki, Şimal dənizi və Aralıq dənizləri 3 yarımkürədə yerləşir. Çünki gördüyünüz kimi Greenwich meridianı bu dənizlərin üzərindən keçir. Daha sonra Şimali Amerikaya, həmçinin də Atlantik okeanına malik olan dənizlər Sarqas dənizi və Karib dənizləri, bunlar kənar dənizlərdir. Son olaraq da Atlantik okeanında yerləşən və Antarktidaya məxsus dənizlər Ueytil dənizi və Lazarev dənizidir. Daha sonra gəlin Hind okeanının dənizlərinə baxaq. İlk öncə başlayaq Hind okeanında Avrasiyaya aid olan dənizlərdən. Bu dənizlər Ərəbistan dənizi və Andaman dənizləridir. Bu dənizlər hər ikisi də kənar dənizlərdir. Daha sonra Afrikaya məxsus Qırmızı dəniz. Qırmızı dəniz isə daxili dənizdir. Həmçinin də dediyim kimi Hind okeanına aiddir. Bir də Avstraliya sahillərində yerləşən Arafur və Timor dənizləri. Bunlar da kənar dənizlərdir. Daha sonra gəlin Hind okeanına malik olan, lakin Antarktida sahillərində yerləşən dənizlərə. Bunlar Kosmonavtlar, Birlik, Davis və Davis dənizlər. Hind okeanına aid Antarktida sahillərində yerləşən dənizlərə baxaq. Bunlar Kosmonavtlar, Birlik və Davis dənizləridir. Bu dənizlər də kənar dənizlərdir. Ərəbistan dənizi ilə bağlı onu qeyd edeyim ki, Ərəbistan dənizi əslində körfəzdir, lakin dəniz adlandırılıb. Şimal Buzlu okeanının dənizlərinə nəzər yetirək. Bu dənizlər Norveç dənizi, Barents dənizi, Kara dənizi, Laptevlər dənizi, Şərqi Sibir dənizi və Çukot dənizidir. Bunlar hər biri kənar dənizlərdir. Bir də onu qeyd edeyim ki, Norveç dənizi Greenwich meridianı tərəfindən kəsildiyinə görə 3 yarımkürədə yerləşir və Norveç və Barents dənizləri Şimal Buzlu okeanında yerləşməsinə baxmayaraq bunlar donmur. Çünki gördüyünüz kimi isti cəryanlar keçir. Daha sonra Şimal Buzlu okeanında yerləşən və Şimali Amerikaya məxsus olan dənizlər. Beaufort dənizi, Baffin dənizi və Labrador dənizi. Bunlar hər biri kənar dənizlərdir. Körfəz nə deməkdir? Okeanın quruya daxil olan hissəsinə körfəz deyilir və körfəzlər okeanla təbii sərhədlər vasitəsilə ayrılmır. Fiord tipli sahillər var və bu fiord tipli sahillər dərin, ensiz, yamacları qayalı və dik olan dəniz körfəzlərinə deyilir. Ən çox fiordlar Skandinaviya yarımadasının sahillərindədir. Ən böyük fiord isə Sognedir və Norveçdə yerləşir. Ən dərin fiord isə Magellan fiordudur, Argentina ərazisində yerləşir. Bundan başqa bəzi dənizlər var ki, onlar yanlışlıqla körfəz adlandırılıb. Bu dənizlər Meksika, Hudson, daha doğrusu körfəzlər Meksika, Hudson, İran və Müqəddəs Lavrenti körfəzləridir. Əslində bunlar dəniz olmalı idi, körfəz yox. Bəzi körfəzlər isə dəniz adlandırılıb. Bu körfəz Ərəbistan körfəzidir ki, yanlışlıqla dəniz adlandırılıb. Və körfəzlərin dəniz ticarəti üçün əhəmiyyəti çox böyükdür. Çünki dəniz limanlarında körfəz və buxtaların olması dəniz ticarətini daha əlverişli edir. Çünki körfəzlər quruya daxil olduğu üçün həmin hissələrə okeandan güclü külək və dalğalar gəlmir. Yəni bu körfəz və ya buxtalar imkan vermir ki, güclü külək və dalğalar sahilə gəlsin. Dünyanın ən böyük körfəzləri olan
Bengal, Qvineya və Meksika körfəzlərinin sahillərində də çoxlu sayda limanlar mövcuddur. Fjord tipli sahillərdən danışdıq. Bir də şixer tipli sahillər var. Bu sahillər keçmişdə buzla örtülü olub və dəniz sahilləri boyunca yerləşən kiçik, alçaq və qayalıqlı adalardan ibarətdir. Bir də Dalmasiya tipli sahillər mövcuddur ki, bunlar əsasən Adriatik dənizinin şərq sahillərində yayılıb, Xorvat və Yunanistan sahillərində. Keçək boğazların izahına. Boğazlar iki su sahəsini birləşdirən və yaxud da iki quru parçasını ayıran ensiz su zolağına deyilir. Boğazlar dediyimiz kimi iki su sahəsini birləşdirir, yəni dəniz və okeanları da birləşdirə bilər və boğazlar dəniz və okeanları birləşdirməklə su yollarını xeyli qısaldırlar. Ən enli və ən dərin boğaz Drake boğazıdır, ən uzun boğaz isə Mozambik boğazıdır. Bəzi boğazlar iki okeanı bir-biri ilə əlaqələndirir və iki materiki bir-birindən ayırır. Məsələn, Bering boğazı Şimal Buzlu okeanı ilə Sakit okeanı bir-biri ilə əlaqələndirir, Avrasiya və Şimali Amerika materiklərini isə bir-birindən ayırır. Daha sonra Cəbal Tarıq boğazı Afrika və Avrasiya materiklərini bir-birindən ayırır. Həmçinin daxili dəniz olan Aralıq dənizini Atlantik okeanı ilə əlaqələndirir. Drake boğazı isə Sakit okean və Atlantik okeanını bir-biri ilə birləşdirir. Cənubi Amerika və Antarktida materiklərini isə bir-birindən ayırır. Daha sonra Magellan boğazı da Atlantik və Sakit okeanlarını bir-biri ilə birləşdirir. Cənubi Amerika ilə Odlu Torpaq adasını isə bir-birindən ayırır. Mozambik boğazı Afrika ilə Madagaskar adasını bir-birindən ayırır. Bas boğazı isə Avstraliya materiki ilə Tasmaniya adasını bir-birindən ayırır. İndi isə gəlin görək adalar nədir? Adalar hər tərəfdən su ilə əhatə olunan nisbətən kiçik quru sahəsinə deyilir. Ən böyük materik Qrenlandiya adasıdır. Və hətta Qrenlandiya adası o qədər böyükdür ki, kosmosdan belə görünür. Qrenlandiyadır, Yeni Qvineyadır, Madagaskar adalarıdır. Bunlar hər biri böyük adalar olduğu üçün hətta kosmosdan belə bu adaları görmək mümkündür. Amma kiçik adaların sayı böyük adalara nisbətən daha çoxdur. Adalar mənşəyinə görə 3 cür olur. Materik mənşəli adalar, vulkanik mənşəli adalar və mərcan mənşəli adalar. Materik mənşəli adalar keçmişdə materiklərin bir hissəsi olub, lakin sonradan tektonik proseslərin nəticəsində onlardan ayrılan quru parçalarıdır. Və materik mənşəli adalar materiklərdən boğaz və yaxud da dayazlıqlar vasitəsilə ayrılırlar. Materik mənşəli adalara Qrenlandiya, Kalimantan, Yeni Qvineya, Tasmaniya, Şpitsbergen, Yeni Torpaq, Böyük Britaniya, Şri Lanka, Madagaskar, İrlandiya adaları aiddir. Vulkanik mənşəli adalar isə sualtı vulkanların püskürməsi və lavanın soyması nəticəsində yaranır. Və vulkanik mənşəli adaların ən böyüyü Atlantik okeanında yerləşən İslandiya adasıdır. Vulkanik mənşəli adalar həm də belə deyim, Tavaların divergent sərhədində yerləşən adalar var idi. Bu adalar Müqəddəs Yelena, Vozneseniya, İslandiya, Azor adaları bunlar aid idi. Bundan başqa hansı adalar aiddir? Deməli, Atlantik okeanında yerləşən vulkanik mənşəli adalara İslandiya, Azor, Vozneseniya, Yaşılburun, Kanar və Müqəddəs Yelena adaları aiddir. Sakit okeanında yerləşən vulkanik mənşəli adalara isə Havay, Kuril, Filippin, Aleut və Galapagos adaları aiddir. Bir də qeyd elədik ki, mərcan mənşəli adalar mövcuddur. Bu adalar temperaturu 20 dərəcədən yüksək olan sularda, yəni tropik enliklərdə mərcan polipləri tərəfindən yaradılır. Və mərcan mənşəli adalar Sakit və Hind okeanlarında daha çox yayılmışdır. Çünki Sakit və Hind okeanları tropik enliklərdə daha geniş ərazilər tutur. Bu adalara Böyük Sədrifini və Maldiv adalarını misal göstərmək olar. Mərcan mənşəli adalarla bağlı onu da qeyd edeyim ki, mərcanlar rif və atollardan ibarət olurlar. Atollar aypara və dairə formada olur və əsasən okeanın daxili hissələrində yerləşirlər, yəni materikdən uzaq ərazilərdə yerləşirlər. Riflər isə sahilə yaxın olan ərazilərdə yerləşirlər. Riflərə aid olan adalardan Böyük Sədrifini göstərmək olar. Atollardan ibarət olan adalara isə Baham adalarını, Maldiv adalarını, Seyşel və Mariana adalarını misal göstərə bilərik. Adalar həm də
Tək və ya qrup halında olmasına görə də iki cür olur. Bir-birinə yaxın yerləşən və ümumi bir qrup əmələ gətirən adalara arxipelaq deyilir. Məsələn, Kanada Arktika arxipelaqı, Böyük Zond arxipelaqı, Filippin adaları, Kuril, Yapon və Havay adaları və Malay arxipelaqı. Bir də Okeaniya adaları var. Okeaniya adaları Sakit Okeanın cənub-qərbində və mərkəzi hissəsində yerləşir və Okeaniya adlanır. Burada 7000-ə qədər ada var və onların ən böyüyü Yeni Qvineya və Yeni Zelandiya adalarıdır. Bu adalar coğrafi cəhətdən şimal yarımkürəsində subtropik qurşaqdan cənub yarımkürəsinin mülayim qurşağına qədər olan əraziləri əhatə edir. Okeaniyadakı adalar fiziki coğrafi şəraitinə və etnoqrafik tərkibinə görə, yəni milli etnik tərkibi, əhalisinin tərkibinə görə qruplara ayrılır. Melaneziya, Mikroneziya, Polineziya və Yeni Zelandiya kimi ada qruplarına bölünür. Melaneziya adalarını həm də qara adalar adlandırırlar. Bura Yeni Qvineya, Solomon, Yeni Britaniya, Yeni Şotlandiya, Santa Cruz və Yeni Kaledoniya adalara aiddir. Ən böyük adası Yeni Qvineyadır və Okeaniyanın ən hündür zirvəsi olan Jaya zirvəsi burada yerləşir. Yəni Melaneziya adalarında yerləşir. Bir də onu qeyd edeyim ki, ekvatorial irqə mənsub olan papuaslar da Melaneziyada yaşayır. Mikroneziya adalar qrupunu isə bəzən kiçik adalarla adlandırırlar. Bura Palau, Karolin, Marian, Marshall və s. kimi adalar aiddir və buradakı adaların hər biri mərcan və vulkan mənşəli adalardır. Yəni materik mənşəli ada yoxdur və əsasən də şimal və şərq yarımkürəsində yerləşir. Polineziya adalarını isə çoxlu adalar da adlandırırlar. Bu adalara Cook, Tuamotu, Samoa, daha sonra Havay adalarını aid edə bilərik. Əsasən qərb, şimal və cənub yarımkürələrində yerləşirlər. Yeni Zelandiya adası isə materik mənşəli adadır. Şimal və cənub adalarından ibarətdir və bu adalar bir-biri ilə Cook boğazı vasitəsilə ayrılır. Yəni Yeni Zelandiyadakı şimal və cənub adaları. Onu da qeyd edeyim ki, Yeni Zelandiya adası seysmik cəhətdən fəal ərazidə yerləşir və ərazisində çoxlu sayda qeyzerlər mövcud. Son olaraq yarımadalardan danışaq. Yarımadalar qurunun okeana çox daxil olmuş hissələrinə deyilir. Skandinaviya yarımadası, daha sonra bu hissədə Jutlandiya yarımadası, Qərbi Avropada Britaniya yarımadası, Cənubi Avropada isə Pireney yarımadası, Apennin yarımadası, Balkan yarımadası, Kiçik Asiya yarımadası və Krim yarımadası. Asiyanın yarımadalarını göstərim. İlk öncə Şimali Asiyadan başlamaq istəyirəm. Bu hissədə Kola yarımadası, Yamal yarımadası, Taymır yarımadası, Çukot yarımadası. Şərqi Asiyaya gəlsək, Kamçatka yarımadası, Koreya yarımadası. Daha sonra Cənub-Şərqi Asiyada Hind-Çin yarımadası və Malakka yarımadası. Cənubi Asiyada Hindistan yarımadası, Cənub-Qərbi Asiyada isə Ərəbistan yarımadası. Afrikada isə Somali yarımadası, Avstraliya materikində Cape York yarımadası və Annenberg yarımadası. Şimali Amerikanın yarımadaları: Butiya yarımadası, Ungava yarımadası, Labrador yarımadası. Daha sonra bu hissədə Alyaska yarımadası, Kaliforniya yarımadası, Florida yarımadası və Yucatan yarımadası. Cənubi Amerikada isə Valdes yarımadası.